Təbii ki, eyni zamanda yanaşı olaraq da zəli min bir dərdin dərmanıdır. İndi insanlarımız mənə çox xoş gəlir ki, qanı durultmaq üçün zəldən istifadə edirlər. Həm də elmi şəkildə yoxlan. Deyir, doktor, mən gəlmişəm ki, məni yoxla, gör, olarmı, olmazmı? Qabaq elə demir. Deyir, doktor, mənim zəlimi qoy, mən istəmirəm müayinə. Deyirəm, bizdə müayinəsiz zəli qoyulmur. Çünki o qədər ağırlaşmalar, o qədər haralara gətirib çıxarır. Bəzi insanlar görürsən, barmağını itirir, ayağını itirir. Bəlkə sənin qanın durulmur. Bəlkə sənin qanında faiz o qədər aşağıdır, qoymaq olmaz. Mən nə bilim, o neçə dəqiqə qoyulsun, axıra qədər durmalıdır. Bu bir elmdir. Zəlinin ilk qoyulma yeri var, ikinci, üçüncü qoyulma yeri var. Aparırlar, xəstə hara deyir, ora zəlini qoyurlar, sonra ağırlaşmalar əmələ gəlir. Sonra deyir, qanı kəsənmədi. Sonra deyir, şişdə nə günə qaldı. Yəni, öz başına olmaz. Bu bir, yenə deyirəm, elmi şəkildə olmalıdır. Bu gün görün, insanlar artıq bütün sahələrdə olduğu kimi təbii sularda da elm çox sürətlə inkişaf eləyir. Özdə birmənalı şəkildə dünyada inkişaf eləyir. Mən hər zaman deyirəm, Azərbaycanda da bizim çox böyük bir qədimi tariximiz var. Orada biraz başqaydı. Türkçə çarə deyilirdi. Həmin türkçə çarə dövründə başqa əlac yox idi. Bu gün onu elmi şəkildə araşdırırlar ki, hansı xəstəliyə nə olar? Hansına bal olar, hansına olmaz? Hansına tutaq ki, bəhməz vermək olar, hansına olmaz?